Salam, hər birinizi xoş gördük. Dəyər yayınlarını 21 dekabr tarixində keçirmiş olduğu sınaq imtahanından 7-ci siniflərin suallarına baxaq. İngilis dilindən söhbət gedir, yəqin ki, bildiniz. Listening sualları əlimdə yoxdur, sadəcə digərlərinə baxaq. Listeningi birazdan şərhə qeyd edəcəm, oradan baxa bilərsiniz. 7-ci siniflər üzrə 56-da doğru cavab olur C variantı, 57-də D, 58 A variantı, 59 B. Vaxt baxımından sadəcə doğru cavabları deyirəm, izahlarını vermirəm. Ümid edirəm ki, işinizə yarayacaq. 60-da deməli nə var? Olur. 61-də D, 62 C, 63 A variantı, 64 C, 65 to spend, 66-da D, 67 B, 68 B, 69 A variantı, 70'də A olacaq burada, 71 D, 72 C, 73 B, 74 C, 75 isə A variantı. Belə, əziz şagirdlər, ümid edirəm ki, faydalı oldu. Hər birinizə uğurlar olsun.